Mənə çox gözəl bir sual gəlib. Təklik qorxusu ilə bağlı. Biz necə bunu idarə edə bilərik? Necə bunu həll edə bilərik? Təklik qorxusu bizə süni şəkildə yeredilir. Cəmiyyət tərəfindən təkrar olunan bir sözlər ola bilər ki, mən sənin həyatında olmasam sən itib batacaqsan, sən tək olsan, 100% bu dünya sənin üçün təhlükəli olacaq və s. Amma əslində biz reallığa baxsaq, biz görəcəyik ki, hər birimiz təkik. Bu dünyaya tək gəlirik və bu dünyadan da tək gedirik. Və bu tək qalmaq qorxusuna görə bir çox insanlar nə qədər toksik münasibətlərə dözürlər. Valideynlərlə, övladlarla, partnyorlarla, həyat yoldaşları ilə fərqi yoxdur. İş mühitində tək qalmaq qorxusu o qədər bizə süni şəkildə uşaq vaxtından yeridilir ki, biz tək olsaq bu dünya ilə tək başına biz mübarizə apara bilməyəcəyik, bizim üçün çox çətin olacaq və s. Bu həyat və reallıq xaotikdir. Biz onu nə qədər düzənə salmaq istəsək də belə, müəyyən bir ideologiyalar vasitəsilə belə ona düzənli mənalandırmaq istəsək də belə, bunun sadəcə ən vacib məqsədlərindən biri sadəcə bizim həyatımızı necəsə asanlaşdırmaq və isə kontrol illüziyasını bizdə gücləndirmək olub. Və bu həyatda heç nəyin qarantiyası yoxdur. Heç kim bizi qarantiya edə bilməz ki, valideynlər bizi tərk etməyəcək. Heç kim bizi qarantiya edə bilməz ki, övladlarımız bizi tərk etməyəcək və bu həyatda hər şey istədiyimiz kimi olacaq. Heç kim qarantiya verə bilməz ki, bizim seçdiyimiz bir insan biz onu itirməyəcəyik və yaxud da o bizi tərk etməyəcək. Öz daxili dünyamızı nə qədər çox zənginləşdiririksə, özümüzlə tək qalmaqdan nə qədər çox zövq alırıqsa və eyni zamanda həyatımızı maraqlı etmək üçün bu qədər alternativləri görmək şansını nə qədər özümüz üçün artırırıqsa, o qədər bizim üçün insanlar tərəfindən tərk olunmaq və təklik qorxusu bizdə azalacaq. Və bizdə artıq bu fundamental yanaşma formalaşandan sonraki təklik əslində ən böyük illüziyalardan biridir. Niyə? Çünki biz çox böyük bir sistemin bir parçasıyıq və parçası olduğumuz üçün bu təbiətlə daim əlaqədəyik. Fərqli canlılarla biz əlaqədəyik. Fərqli insanlarla biz daim müəyyən bir kommunikasiyada oluruq. Bu kimi hər zaman dinamik və xaotik idarə olunan bir həyat sistemin parçası olaraq biz artıq özümüzü bu toksik təklik qorxusunda biz görməyəcəyik. Biz əksinə öz daxili dünyamızı zənginləşdirərkən, davamlı şəkildə özümüzlə tək qalmağı özümüzü öyrəşdirərkən, meditasiyalar vasitəsilə, müəyyən bir işlər, müəyyən bir hobbilər vasitəsilə, əl işi bacarıqlarımızı inkişaf etdirərkən, daha çox səyahət etməklə, fərqli mədəniyyətləri kəşf edərək, biz əslində özümüzdə görəcəyik ki, biz heç vaxt bu cür müxtəlif dünyada və reallıqda tək qala bilmərik. Əgər biz özümüzlə tək qalaraq xoşbəxt ola biliriksə, bu reallıqda təklik qorxusu yavaş-yavaş azalmağa başlayır. Fərqli qorxular, fobiyalar, təklik qorxusu daxil bunlar üzərində qadın təkəbbürlü proqramında biz çalışırıq. 23 sentyabr başlayırıq, onlayn davam edir. Əgər siz də bu proqrama qoşulmaq istəyirsinizsə, ətraflı məlumat üçün bu postun altında yaza bilərsiniz.